Excel'də verilmiş xanalardan, məsələn, 100-dən kiçik olan rəqəmlərin bu xanada olduğu kimi görünməsini istəyiriksə, bu halda həmin xanalar seçilir, həmin cədvəl seçilir. Kontinental formatik əmrinə qeyd new rule əmrini seçirik. Ekrana gələn pəncərənin ikinci əmrini seçirik. Aralıqda olmayan, bərabər olmayan və neyse, kiçik. Yəni, bax, bu xananın seçilir. İndi artıq buradan seçib həmin rəqəm olan xananı seçdik. Hansı xanaya ki, istinad ediləcək. Format. Vurub ekrana gələn pəncərədə həmin şriftləri, müəyyən şriftin rəngini müəyyənləşdirə bilərik. Hansı şriftin ölçüsünü dəyişdirə bilərik. Fon rəngini, məsələn, yaşıl rəngdə. OK əmrini vurandan sonra 100-dən kiçik olan rəqəmlər bu formada görsənəcək. Buradakı rəqəmləri dəyişdirsək, avtomatik olaraq cədvəl də tamam dəyişiləcək. Yox, əgər bizdən tələb olunsaydı 200 ilə 250 arasında olan ədədləri başqa fonda göstərilsək, onda biz cədvəli yenidən seçirdik. Kontinental formatik əmrinə girdik. New rule əmrini seçirdik. Burada ikinci əmri yenə seçdik. Between, yəni aralıqda. Bu birinci sətirdə 200-ü, ikinci sətirdə isə 250 olan xananı seçirik. Formatda yenə öz istəyimizə uyğun fon rəngini seçə bilərdik. Şriftin rəngini, məsələn, qırmızı rəngdə verə bilərdik. OK əmrini vururuq. Budur. 200 ilə 250 arasında olan rəqəmlər başqa fonda göründü.